Keçək bura deməli. Qoşa pıdır, qoşa çıdır, tıdır, qıdır, yıdır. Bura qədər, yəni p və y-yə gedir. Bura qədər dəyişiklik olur sözlərin tələffüzündə. C, qoşa s, z, b, d mı? Bunlarda bir də başqa nə olmalıdır burada? Birində yazmamışam nəysə. F-nı da yazmamışam. F-dır, V-dır. Bunlarda artıq dəyişiklik olmur. Yəni eyni cür qalır söz kökündə olanda adətən. Aha, qoşa p-larda necə olur? Baxın. Qoşa p-larda məsəl üçün qoşa p-lı söz deyil. Məsəl üçün tappıltı. Qoşa p ilə yazılır. Tələffüzü necə olacaqdı? Tap, pıltı. Birinci b keçir olur p. Və yaxud səkkiz. Birinci ç qalır, səkkiz. İkinci c keçir olur c. Amma qılarda məsəl üçün 9. Necə olacaq? 9. Promo yazılışını yazmayayım. 9. Birinci q tələffüzdə keçir olur k. Amma digərlərində ikinci səs dəyişir. Məsəl üçün burada p dəyişib, b dəyişib də, yəni bu olub. İkinci p dəyişibdir. Bir dənə qoşa qılarda ilk səs dəyişir, ilk hərf dəyişir. Amma digərlərində birinci hərf öz qarşılığı ilə əvəzlənir. Qoşa yığlardan da danışaq. Qoşa yığlar şəkilçidə olarsa, bu qaydaları bilərsiniz yəqin ki. Qoşa yığlar şəkilçidə olarsa, o zaman deməli şəkilçidə olduğu üçün samitin biri düşür. Məsəl üçün ədəbiyyat qoşa y ilə yazılır. Tələffüzdə yazsam ədəbiyyat. Şəkilçi olduğuna görə y-nın biri düşdü. Və yaxud i-yə şəkilçisi də var da. Məsəl üçün nəzəriyyə. Nəzəriyyə. Y-nın biri düşdü. Çünki bunlar şəkilçidir. Sözün kökü ədəbdir. Ədəb. Kökünü belə göstərək. Ədəbiyyat da şəkilçidir. Nəzər, deməli nəzəriyyə. Nəzəri sözün köküdür. Bu da y düşür, bu da olur. Bu da leksik. Belə. Deməli keçək nədən danışaq? Hə, bir də var ki, sözün kökündə olsun, şəkilçi olmasın. Sözün kökündə qoşa y olarsa, adətən onlar düşmür. Yəni qoşa y-nın hər ikisi qalır. Məsələn, nə söz deyil? Məsəl üçün, səyyah sözü var da, səyyah. Səyyah demirik ki, səyyah deyirik. Elə səyyar sözü də olmalıdır. Orada da qoşa y olur. Səyyah 2 y ilə həm yazılır, həm də 2 y ilə tələffüz olunur. Səyyar da onun kimi. Sonra niyyət sözü var. Orada da qoşa y qalır. Amma istisna var burada da. Sözün kökündə olan bəzi sözlər var ki, onlarda artıq deməli tələffüz zamanı düşəcəkdir. İstisnadır bunlar. Dediyimiz kimi adətən sözün kökündə olanda düşmür. İstisna sözlərimiz var. Məsələn, hansı sözlərdir bunlar? Deməli, vəziyyət sözümüz var. Vəziyyət. Qoşa y ilə yazılır. Tələffüzdə düşür. Və yaxud heysiyyət sözü var. Bunlar hamısı əzbənə sözlər. Heysiyyət burada da düşür. Ondan başqa nə sözlərimiz var? Vəziyyət. V'ları belə yada saxlayın. Vəziyyət, vəzifə, vəziyyət, vəzifə. Sonra s ilə gələn sözlərimiz də var da. S ilə gələn səciyyə, səhiyyə, səviyyə. Vəziyyətdə vəziyyətdir, vəsiyyətdir. Bu iki söz buradadır. Üç dənəsi deməli səciyyə, səciyyə, səciyyə. Biri düşür. Səviyyə, yenə biri düşür. Sözün kökündə olsa da. Səviyyə, yenə biri düşür. Səciyyə, səviyyə, səhiyyə, yenə y-nın biri düşəcəkdir sözün kökündə olsa da. Bunlar istisna olan sözlərdir. Bu oldu deməli bizim nə idi bunlar? Eynicisinin qoşa samitli sözlərimiz. Belə. İndi keçək nəyə? İndi isə keçək biraz da danışaq. Deməli, q hərfindən danışmaq istəyirəm. Q hərfi bir neçə səsi işarə edir. Məsəl üçün, əgər biz q hərfini sözün ortasında görürüksə, əgər q hərfindən sonra adətən çar samit gələndə q da çarlaşır. Yəni, özündən sonra gələn samitdən asılıdır, belə deyək.
Özündən sonra cingiltili samit gələrsə, q cingiltili olaraq qalacaqdır tələffüzdə. Məsəl üçün deyirəm ki, nə deyək? Məsəl üçün nöqsan. Nöqsan yazılır da tələffüzdə, düzdür? Nöqsan. Tələffüzdə necə olacaq? Q yazılır. Tələffüzdə olacaqdır K. Niyə? Çünki özündən sonra S gəlib, çar samit. Və yaxud da məqsəd, o da onun kimi. Məqsəd Q ilə yazılır, tələffüz zamanı olur K. Amma məsəl üçün maqnitofon var da, maqnitofon yazılır da, maqnitofon. Tələffüzdə necə olacaq? Q ilə yazılır, tələffüzdə də yenə Q olaraq qalacaq. Niyə? Çünki özündən sonra nə gəlib? Telefon. Özündən sonra çünki cingiltili samit gəlib. Belə. Cingiltili samit deməli sözün ortasına gələn Q. Özündən sonra çar samit gələrsə Q kimi Q-ya keçir. Özündən sonra cingiltili samit gələrsə Q kimi qalacaqdır. Bu belə. Q haqqında bir şey də demək istəyirəm. Biz dedik ki, qoşa Q olanda nə olurdu? Birinci keçib olurdu K. Amma buna fikir verin ki, sözün kökündə olsun. Bunu bayaq unuttum sizə demək, indi xatırladım. Əgər qoşa Q dedik ki, sözün kökündə olanda keçir olur K. Amma bəzi sözlər var ki, onlarda Q, X kimi tələffüz olunacaq. Qoşa Q'lardan birincisi. Bu nə zaman olur? Sözün qovuşacağında. Məsəl üçün, balıq, qulağı. 2 dənə Q var burada. Biraz qəribə yazdım, üzrünü sayın. Balıq qulağı. 2 Q var, qoşa Q'dır. Amma gördüyünüz kimi sözün kökü deyil. Mürəkkəb sözdür bu. Bu bir sözümüzdür, balıq. Qulaq da bir sözümüzdür. Və gördüyünüz kimi biri Q hərfindən bitir, biri də Q hərfindən başlayır. Sözün qovuşacağıdır. İki sözün qovuşması belə yanaşın. Mürəkkəb söz əmələ gətiribdir. Və bu zaman tələffüz necə olacaqdır? Balıq qulağı. Balıq qulağı. Balıq olur. X-q. Gördünüz, tələffüzdə dəyişdi. Burada səhv etmirəmsə, deməli, ayaqqabı da elə olmalı idi. Ayaqqabı yazılır qoşa q ilə. Tələffüz zamanı artıq olacaqdır ayaqqabı. Birinci q keçib olacaqdır x. Ayaqqabı. Yəni bu istisnanı nəzərə